Yolsuzluq üçün hazırladığımız növbəti niva artıq hazırdır. Avtomobildə quraşdığımız detalları sizə bir-bir göstərəcəm. Qabaq hissədə quraşdırdığımız detallar gücləndirilmiş bufer, dartıcı vinç, əlavə olaraq off-road işıqları sarı rəngdə. Avtomobilin təkər bazasını genişləndirdiyimiz üçün qanad artırmaları, rahat nəfəs alsın deyə şnorkel və yük yeri üçün damına bagaj yığmışıq. Əlavə yanacaq daşımaq üçün isə arxa yan şüşələrə hər iki tərəfə yanacaq çəni birləşdirmək üçün xüsusi barar yerləşdirmişik. Arxa hissədə isə gücləndirilmiş bufer və üzərində 2 ədəd duman işıqları. Avtomobil yolsuzluqda daha rahat hərəkət eləsin deyə askı sistemini 5 sm hündürə qaldırmışıq. Avtomobildə olan bütün off-road işıqlarını idarə etmə panelini bu hissəyə yerləşdirmişik. Avtomobilin salonu tam komfortlu və səssiz olsun deyə avtomobili tam olaraq izolyasiya eləmişik. Avtomobil yolsuzluğa da uyğun olsun deyə 17'lik off-road diskləri, bundan əlavə isə MT təkərlər quraşdırmışıq. Siz də avtomobilinizdə belə eksklüziv işlər gördürmək istəyirsinizsə, bizə müraciət edə bilərsiniz.